Aprel ayı üzrə pensiya ödəyişləri ilə bağlı vacib xəbər var və bu məlumat xüsusilə pensiya alan vətəndaşlar üçün böyük əhəmiyyət daşıyır. Məlumata görə aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix artıq açıqlanıb. Belə ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan pensiyaçıların ödəyişləri aprel ayının 14-də həyata keçiriləcək. Bu tarix həmin bölgələrdə yaşayan minlərlə vətəndaş üçün önəmli maliyyə planlaması baxımından xüsusi rol oynayır. Qeyd edək ki, pensiyaların ödənilməsi hər ay müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir və bu sistem vətəndaşların ödəyişlərini vaxtında və nizamlı şəkildə almasını təmin etmək məqsədi daşıyır. Aprel ayında da bu ənənə davam etdirilir və ilk olaraq paytaxt və ətraf ərazilərdə yaşayan vətəndaşların pensiyaları köçürüləcək. Bundan sonra isə digər bölgələr üzrə pensiya ödəyişləri mərhələli şəkildə həyata keçiriləcək. Yəni ölkənin müxtəlif rayon və şəhərlərində yaşayan vətəndaşlar üçün ödəyişlər növbəti günlərdə əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun şəkildə davam etdiriləcək. Bu isə o deməkdir ki, hər bir vətəndaş öz bölgəsinə uyğun tarixdə pensiyasını ala biləcək. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də bu ödəyişlərdən kənarda qalmayacaq. Onların da pensiyaları müvafiq qrafik çərçivəsində ödəniləcək. O kateqoriyaya daxil olan şəxslər üçün də ödəyişlərin vaxtında həyata keçirilməsi sosial təminatın vacib hissəsi hesab olunur. Pensiya ödəyişləri vətəndaşların gündəlik həyatında mühüm rol oynayır. Xüsusilə yaşlı insanlar üçün bu vəsait əsas gəlir mənbəyi olduğu üçün ödəniş tarixlərinin əvvəlcədən açıqlanması onların planlama imkanlarını artırır və maliyyə baxımından daha rahat hərəkət etmələrinə şərait yaradır. Bu səbəbdən əgər siz də pensiya alan vətəndaşlardansınızsa və Bakı, Sumqayıt və ya Abşeron rayonu ərazisində yaşayırsınızsa, aprel ayının 14-də pensiyanızın hesabınıza köçürüləcəyini nəzərə alın. Digər bölgələrdə yaşayan vətəndaşlar isə bir qədər səbirli olmalı və qrafik üzrə növbəti tarifləri gözləməlidir. Sonda bir daha xatırladaq ki, pensiya ödənişləri dövlət tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq davam etdirilir və hər hansı gecikmə və ya dəyişiklik olduğu halda rəsmi məlumatların izlənilməsi tövsiyə olunur. Bu kimi vacib sosial xəbərləri qaçırmamaq üçün bizi izləməyi unutmayın.